Samirə Əfəndi adlı müğənni erməniyə. Elə bir müğənni mən ilk dəfə eşitdim. Siz necə? Valla mən də ilk dəfə eşitdim sözün düzü adını. Amma dedi general nəvəsiyəm, qazi qızıyam. Onun o erməniyə müsabiqədə səs verməsi də bir mənalı qarşılanmır və müxtəlif fikirlər səsləndirirlər. Mən istəyərdim sizin fikrinizi öyrənək. Bu Ramiz Mehdiyev terror örgütünə qarşı dövlətin açıqlamasından öncə Azərbaycanda bir hadisə də olmuşdu. Xatırlayırsinizmi? Bir jurnalist açıqlama vermişdi bizim qaçqınlarla bağlı. Ona da cavab partiya rəhbərlərindən biri verib ara qarışmışdı, qarşıdurma yaranmışdı. Bəli. İndi də bir neçə gün bundan öncə Astanada generalın nəvəsi olan qız bir tədbirə qatılır. Orada erməni müğənni jüridə olduğuna görə çıxış edəndən sonra bu ona 12 bal verir və eyni zamanda qucaqlayaraq ona sarılır. Və bu onun şəxsi işi ola bilər. Bir insan ermənini də sevə bilər, məhəbbət azaddır, aşiq da ola bilər, ona sarıla da bilər. Amma bunu öz adına edə bilər. Amma orada təəssüf ki, çıxış eləyəndə deyir ki, mən Azərbaycan adına buradayım. Bu deməkdir ki, onun bütün hərəkətlərini Azərbaycan bölüşməlidir. Biz də bugün barış siyasətində ermənilərə görüşündə tərəfdarıyıq, Salam Məleykinin də tərəfdarıyıq, gəlmələrinin getmələrinə tərəfdarıyıq, yolların açılmasında tərəfdarıyıq. Bilirik ki, bu iki dövlət arasında bir sülh sazişi imzalanmalıdır və onu da biz də istəyirik, hər kəs istəyir. Dövlətimiz də bu siyasətin içərisindədir. Bir nəfər də jüridə ola bir erməniyə 12 bal verə bilər. Bu qəbahət kimi qəbul oluna bilməz, Ağarbəy. Amma ona sarılmaq, sarılan adam haqqında da o cürə artıq təzadlı fikirlər söyləmək, mən hesab edirəm ki, bu sıradan bir hadisə deyil, bu da qurlaşdırılmış, planlanmış. Tamaşaçılarımız elə burada yazdı bayaq biri ki, bir dəqiqə adını da deyim sizə. Ülviyə Məmmədova deyir ki, Samirəni də Ramizə bağlayacaq Candar bəy. Mən Ramizə niyə bağlayıram ki? Ramizin özü bağlanıb Samiriyə. Onları bağlayan arxadakı güclərdir. Ki, Azərbaycanı test eləyirlər. Hansı damarından Azərbaycanı sıxmaq olar. Bu adam 12 bal verə bilər də, eyni zamanda deyə bilərdi ki, Azərbaycanla Ermənistan arasında bir barış sürəci var. Mən həmin barış sürəcinə dəstək vermək üçün 12 bal verirəm. Bunu da mərdanə deyə bilərdi. Amma mən Azərbaycanı təmsil edirəm. Gedib ona sarılmaq artıq tam fərqli bir şeydir. O yenə sarıla bilərdi. Amma Azərbaycanı təmsil etmirəm deyərək sarıla bilərdi. Mövzu fərqlidir. Sən şəhid analarının dünyasına zərbə vura bilməzsən. Sən Azərbaycan davasına zərbə vura bilməzsən. Söhbət ondan gedir, Zahir bəy. Biz də ermənilərə səs də verə bilərik, dəstək də verə bilərik, çörək də verə bilərik, su da verə bilərik. Amma gedib, mən erməni aşiqiyəm deyib onu qucaqlaya bilmərik. Fərq kimi, kimlərsə kimisə sevə bilər, kiməsə aşiq ola bilər. Gedib onun ailəsinin üzvü də olar. Necə ki, hələ savaş dönəmində Moskvada bir diaspora rəhbərini qızını erməniyə vermədimi? Necə ki, Azərbaycanın Dışişlər Bakanı olan Elmar Məmmədyarovun oğlu erməni qız almadımı? Onların şəxsi işidir, eşidirsinizmi? O demədi ki, mən Azərbaycan dövlət adına bunu eləyirəm, Azərbaycan xalqı adına evlənirəm. Demədi ki, sən də erməniyə ailə qura bilərsən, ona həyat yoldaşım deyə bilərsən. Amma öz adından eləyə bilərsən. Hətta sən dinini də dəyişə bilərsən. Bu sənin seçimindir. Azərbaycan adını eləyənməzsən. Azərbaycan xalqının dünya görüşünü zədələyərək bu adımları ata bilməzsən. Sənin haqqın yoxdur. Sadəcə mən general nəvəsiyəm deməkdən dedim, ki, mesaj verir. Ki, mən dədəmin planını icra eləyirəm. Dədəm KGB strukturunda general idi. Sovetlər Birliyinin quruluş uğrunda mübarizə aparırdı. Mən də bugün Azərbaycanda bu mesaj verməklə Azərbaycanın ikiyə bölünməsində iştirak eləyəcəm. Cəmiyyətin bölünməsində iştirak eləyəcəm və Ramiz Mehdiyev propagandasının fikir yayındıracam.